Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 9-cu sinif funksiyalar və qrafiklər mövzu izahına baxırıq. Funksiya nədir? X çoxluğunun hər bir x elementinə y çoxluğunun yeganə bir elementini qarşı qoyan asıllığa funksiya deyilir. Funksiya y bərabərdir f(x) və ya c(x) və ya h(x) və s. kimi işarə edilir. Məsələn, nümunə verilib. Y bərabərdir 3x funksiya. Fx bərabərdir 5x kvadrat çıxsın 8. Cx bərabərdir, yəni bu y bərabərdir, fx bərabər, cx bərabərdir. Bu şəkildə veriləndə biz deyək ki, funksiyadır. Burada x sərbəst dəyişəndir. Bəli, x-in adı sərbəst dəyişəndir. Yəni, bunu argument də deyirlər və ya ox oxu və ya abssis oxu. Yəni, biz bunları tanıyırıq da, düz altını çəkdən bilirik ki, x oxu, ox oxu, bunları yəni sərbəst dəyişən, argument, bunların adını bilirik. Gəldik, fx asıl dəyişən, yəni y-imiz asıl dəyişəndir və bu funksiya adlanır. Nəyə görə asıl dəyişən deyirik? Məsələn, tutaq ki, bir funksiya götürürəm, y bərabərdir 2x üstə gəl 1. Mən x-a istənilən bir qiymətləri yazıram. X sərbəst dəyişən deyirik. Məsələn, 3 olsun və ya 5 olsun. Y də bərabərdir, yerinə qoyub hesablayırıq. 2 vur 3 üstə gəl 1. Deyirik ki, y oldu 7. Yəni, y x-dən asıldır da, x nə qiymətlər versə, məcburdur ki, onu hesablamağa. Yəni, tabidir ona. Ona görə deyirik ki, y asılı dəyişəndir. X da sərbəst dəyişəndir. Funksiyanın verilmə üsulları. Funksiya 3 üsulla verilə bilər. Analitik üsul, yəni düsturla yazdığımız kimi, qrafikinə və ya cədvəl üsuluna verilə bilər. Düzbucaqlı koordinat sistemində. Deməli, x oxunun adı abssis oxudur. Ox oxu, yəni abssis oxu. Y oxu ordinat oxudur. Və 0,0 nöqtəsi koordinat başlanğıcı adlanır. Yəni, nolunu bura. İndi biz rüblərin təyini, rübləri təyin eləmək üçün birinci biz rüblərin yerini bilməliyik. Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb saat əqrəbinin əks istiqamətində nömrələnir. Düzdür? Bax, belə yadımızda saxlayırıq. Sonra, məsələn, baxın, fikir verin. Birinci rübdə x da müsbətdir, y də müsbətdir. Necə təyin edirik? Məsələn, bizə 200 nöqtəsi verilib belə, düzdür? Bu birinci x-dir, ikinci y-dir, düzdür? X-in 2 nöqtəsini məsələn qeyd elədiniz burada. Y-in 3 nöqtəsini qeyd elədiniz burada. Harada yerləşir? Bu birinci rübdə düşür. Artıq bilirsiniz ki, bu birinci rübdə yerləşir. Yəni, əvvəlcə koordinatı qeyd edirsiniz koordinat sistemində. Ondan sonra siz burada rübü təyin edirsiniz. Və yaxud da ki, məsələn, nöqtə verilir. -4-dən 2. X-in mənfisi, y müsbəti. X-in mənfisi solda, y müsbəti yuxarıda, ikinci rübə düşür. Belə də bilə bilərsiniz, yəni belə də eləyə bilərsiniz. O, y oxuna paralel olan istənilən düz xətt əyrini ən çox bir nöqtədə kəsirsə, bu əyri hər hansı fx funksiyasının qrafikidir. Yəni, baxın, birinci şəkildə funksiyadır yazın. Çünki bu düz xətti görürsünüz. Bu əyrini bir nöqtədə kəsib. Baxın, bir dənə nöqtədə kəsib. Onda bu funksiyadır. Yəni, ən çoxu bir nöqtədə kəsməlidir. Amma ikinci funksiya qrafikə fikir verin. Bu funksiya deyil. Niyə? Baxın, düz xətt 1, 2, 3 nöqtədə kəsib. Olmaz. Ən çoxu bir nöqtədə kəsməlidir funksiya olması üçün. Burada 3 nöqtədə kəsdiyinə görə bu funksiya deyil. Əgər x0 nöqtəsindən o y oxuna paralel olan düz xətt qrafiki kəsmirsə, onda bu funksiya x0 nöqtəsinə təyin olunmuyor. Məsələn, 3 bölünsün x çıxılsın 2 funksiyası verilib. Burada x0 bərabərdə 2 nöqtəsinə təyin olmuyor. Çünki biz x-in yerinə 2 yazsaq nə olacaq burada? 3 bölünsün 2-dən 2 çıxıram 0. Axı, olmaz belə. Yəni, bu hansı nöqtəyə təyin olmuyor? 2 nöqtəsinə təyin olmuyor və onu da bu şəkildə göstəririk. Əvvəlcə qiyməti x0-ı, həmin o x-in qiymətini qeyd edirsiniz. Yəni, o 2 ala bilməz. Məxrəc axı 0 ola bilməz ona görə. Təyin və qiymətlər obası. X-in ala biləcəyi qiymətlərə təyin obası deyirlər. DF ilə işarə olunur. Y-in ala biləcəyi qiymətlərə isə qiymətlər çoxluğu deyirlər. Qiymətlər obası deyirlər. O da YF ilə işarə olunur. Biz koordinatda əgər təyin obasını göstərmək istəyiriksə, x oxuna baxırıq. Məsələn, bura baxın. Amma qiymətlər çoxluğunu göstərmək istəyiriksə, y oxuna baxırıq. Deməli, gəldik nümunələrə. Deyək ki, əgər y sabit ədəddirsə, y bərabərdir kx və ya y bərabərdir çox adlı şəklində bir funksiya verilibsə, ala biləcəyi x-in qiymətləri, yəni təyin obası da buradakilərin hamısı. Təyin oblasıdır, bütün həqiqi ədədlərdir. Bütün qiymətləri ala bilir. Məsələn, nümunəyə baxaq. Baxın, nümunəyə baxırıq. Y bərabərdir 5 funksiyası sabitdir. Çünki yanında bir dəyişən yoxdur. Yəni, bizə elə funksiya verəndə biz deyirik ki,
istənilən qiyməti ala bilir. Yəni x-in ala biləcəyi qiymətlər bütün həqiqət ədlərdir. Gəldik y = 2x. Bəli, x-ə həqiqətində istənilən qiyməti verə bilərəm. Bir məhdudiyyət yoxdur da. Məsələn, -5 verək, -2 verək, 0 verək. Yəni burada bir məhdudiyyət yoxdur. X istənilən qiyməti alır. Və ya bura baxaq. X-ə istənilən qiyməti verə bilərəm, düzdür? Ona görə də bizim qarşımıza belə nümunələr, belə qayda misallar çıxanda biz təyin olunması olaraq x-in bütün qiymətlərini, yəni bütün həqiqət ədləri götürürük. Gəldik ikinci nümunəyə. Deməli, bura. Bura baxırıq. Burada deyir ki, y = fx bölünsün gx. Məxrəcdə diqqətli olmalıyıq. Yəni, məxrəc 0 olmamalıdır. Məsələn, nümunəyə baxaq. Yazıb ki, y = 5x bölünsün, x çıxılsın 3. Birinci növbədə burada bizdən nə soruşur? Deyir ki, x hansı qiymət ala bilər? Biz sürətə baxmırıq. Çünki sürətdə bir problem yoxdur. Məxrəcdə də əsas. Çünki məxrəcdə diqqətli olmalıyıq ki, məxrəc 0 olmasın. Yəni, x çıxılsın 3-ü həmən fərqlidir 0 yazırıq. Oradan da nə olur? X fərqlidir 3. Yəni 3-dən başqa bütün qiymətləri x ala bilər. Sürətdə bir önəmi yoxdur. Sürətdə nə bilirsən problem yoxdur. Amma məxrəcdə axı biz 3 qiymətini verə bilmərik. 3-dən başqa bütün qiymətlər. X fərqlidir 3. X fərqlidir 3 necə oxunur? 3-dən başqa bütün qiymətləri ala bilər. Keçirik növbəti qaydaya. Deyək ki, cüt dərəcədən gəlin nümunəyə baxaq. Burada qaydanı demirəm. Nümunəyə daha rahatdır. Baxın, kök altında cüt dərəcə var. Düzdür, 4-cü dərəcədən x çıxılsın 1 verib. Biz kök altı ifadəni görəndə cüt dərəcədən böyük bərabərdə 0 yazmalıyıq. Çünki kökün altı cüt dərəcədən müsbət olmalıdır. Yəni 0 və müsbət sonsuzluğa getməlidir. Ona görə həmən x çıxılsın 1-i böyük bərabərdə 0 yazıb həll edirik. Keçdik növbəti nümunəyə. Deməli, əgər bizim kökümüzün dərəcəsi tək dərəcədirsə, təkdə artıq böyük bərabər yazmağa ehtiyac yoxdur. Çünki tək dərəcə mənfi də ola bilir. Ona görə bütün qiymətləri alır. Yəni, tək dərəcədən kökdən mənfi də çıxa bilir. Məsələn, 3-cü dərəcədə mənfi 27. Nə deyirik? Bunun cavabı mənfi 3 deyirik. Amma cütdə mənfi deyə bilmərik. Ona görə də tək dərəcədən kökə hər şey olar. Gəldik növbəti nümunəyə. Deyək ki, üslü funksiyada x minus 2 üstü 3də 1. Onda x minus 2-ni böyük bərabərdir 0 yazıb həll edirik. Əgər kəsr şəklində deyilsə, baxın, bu şəkildədirsə, siz bu əsası, əsas nədir? X çıxsın 2. Onu böyük bərabərdir 0 yazıb həll edirsiniz. Amma, gəlin aşağıdakı qaydaya baxaq. Burada nədir? Burada bir dəqiqə. Burada başqadır. Burada kökaltı ifadə nəyə baxırıq? Burada kökün altında 2x plus 8 kökün altında düzdür. Əslində qalanda deyə bilərsiniz ki, bu niyə böyük bərabərdə 0 olmur? Ona görə ki, böyük bərabərdə 0 düzdür yaza bilərik. Amma məxrəcdə olduğuna görə biz buradan bu 0-ı böyük bərabərin xəttini götürürük. Çünki onu yazsaq belə çıxır ki, məxrəc 0 ala bilər də. Ona görə də böyük bərabər yox, böyükdür 0 yazırıq. Burada mən bir qeyd əlavə etmək istəyirəm. Bu nümunə ilə bağlı, baxın, bu nümunənin digər versiyası. Burada x çıxılsın 2 üstü, məsələn. X çıxılsın, bir dənə şrifti bacılaşdıraq. X çıxılsın 2-nin üstü. Əgər mənfi 3də 1 verilsəydi, onda mən bunu 1 bölünsün, axı mənfi olduğuna görə belə yazırıq. Düzdür, x çıxılsın 2 üstü 3də 1 şəkildə yazıram. Ondan sonra mən x-in ala biləcəyi qiymətləri təyin eləmək üçün x çıxılsın 2 təkcə böyükdür 0 yazıram. Böyük bərabər yaza bilmərəm, çünki məxrəcdədir. Bunu da bir qeyd edərsiniz. Əgər kəsir üstü mənfi deyilsə, 3də 1 görürsünüz, 0-dan böyükdür. Yəni müsbətdir. Müsbət olanda böyük bərabərdə 0 yazırsınız. Amma mənfi olanda, axı bu məxrəcə düşür, 1 bölünsündən yazırıq. Məxrəcdə 0 olmaz. Ona görə də böyükdür 0 yazıb həll edirsiniz. Gəldik bu nümunəyə. Burada tək dərəcə olduğuna görə əsas burada nəyə baxırıq? Məxrəc kəsilib ifadə etsə, kəsir şəklində verilirsə, birinci növbədə biz məxrəcə diqqət edirik. Sürət yəni problem yoxdur da, yəni sürətdədir o. Əsas məxrəcdir, məxrəc 0 olmasın. Burada tək dərəcə görürəm. Tək dərəcə gördüyümüzə görə bilirik ki, tək dərəcədə bütün qiymətləri ala bilər. Bəli, ala bilər, amma məxrəcdirsə, onda diqqətli olmalıyıq. X plus 5-i fərqlidir 0 yazırıq. Çünki mənfi 5 olsa əgər biz bütün qiymətləri desək, onda mənfi 5 olsa məxrəcdə, mənfi 5-in üstə 1 0. Onda belə çıxır ki, biz məxrəcdə 0 yazırıq. Olmaz. Yəni kəsir mənası itər. Ona görə də
x plus 5-i yəni tək dərəcədən olanda bir məntiqlə düşünsək, burada qayda əzbərləmirik. X plus 5-i tək dərəcədən olduğuna görə, məxrəcdə olduğuna görə fərqli də 0 yazırsınız və deyirsiniz ki, -5-dən başqa bütün qiymətləri ala bilər. Artan və azalan funksiya x çoxluğunda arqumentin böyük və ya kiçik qiymətlərinə funksiyanın böyük, kiçik qiyməti uyğun gələrsə, bu funksiya artan funksiyadır. Məsələn, belə deyək də, artan funksiyaya düz mütənasib kəmiyyət kimi baxaq. X artanda funksiya artır, x azalanda funksiya azalır. Məsələn, bizə bir funksiya verib, biri f4 olsun, biri də f5 olsun və deyir ki, funksiya artan funksiyadır. Yəni, burada böyük böyükdür, kiçik kiçikdir də. Necə var elə? Və yaxud da biri f-2 olsun, biri də f7 olsun. Artan funksiyadır. Aha, burada müqayisə lazımdırsa deyirəm ki, normalda kiçik kiçikdir, böyük böyükdür. Bu belə. Burada bir qeyd var. Əgər funksiya artandırsa, bizdən ən böyük qiymət soruşursa, x-in ən böyüyünü götürürük. Çünki artan funksiyada böyük böyükdür, kiçik kiçikdir. Ən kiçik qiymətini soruşursa, onda x-in ən kiçik qiyməti götürülür. Burada da nümunələr verilir belə. Artandır, ən kiçiyi kiçikdir, ən böyüyü də böyük, f3-dür. Azalan funksiyaya gəlirik. Azalan funksiya, deməli, burada əksinədir. Azalan funksiyada tərs mütənasib kəmiyyət kimi baxırıq. Yəni, x artanda funksiya azalır, x azalanda funksiya artır. Yəni, məsələn, bizə verilib biri f4 olsun, biri də f3. Deyir ki, funksiya azalan funksiyadır. Azalan funksiyadırsa, onda biz, baxın, görün nə yazıram, əksini götürürəm. Artan olsaydı, böyük-böyük, kiçik-kiçik düzdür, amma azalanda tərsi olur. Tərs mütənasib kəmiyyət kimi baxırıq. Deməli, azalan funksiyada ən böyük qiymət soruşanda x-in ən kiçik qiyməti götürürük. Ən kiçik qiymət soruşanda x-in ən böyük qiymətini götürürük. Yəni, tərsini götürürük bir sözlə. Sonra gəldik cüt funksiyalara. Cüt funksiya təyin oblasti koordinat başlanğıcı nəzərən simmetrik olan funksiyalara deyilir. Yəni, burada əgər f-x f-x-ə bərabər olarsa, onda deyirik ki, funksiya cüt funksiyadır. Məsələn, f(x) bərabərdir x kvadratı funksiyasına baxaq. Baxın, indi x-in yerinə -x yazır. -x-in kvadratı oldu müsbət x kvadrat. Yəni, əvvəlki versiyasını aldı da düzdür. Onu deməli cüt funksiyadır. Cüt funksiyalar y oxuna nəzərən simmetrik olur. Baxın, x kvadratı bir qolu buradadır, bir qolu buradadır, simmetrikdir. Və yaxud da modul x bir qolu buradadır, bir qolu da buradadır. Yəni, y oxuna nəzərən simmetrik olan funksiyalar cüt funksiyalardır. Bəzi cüt funksiyalar var, yəni burada istisnalar var, bunları da öyrənəcəksiniz. Y bərabərdir c, yəni sabit funksiya, y bərabərdir x, yəni məsələn, cütlər olanda x4, x4, yəni 2 nə deməkdir? Cüt. Modul x və kosinus x, bunlar cüt funksiyalardır. Tək funksiya, təyin oblasti koordinat başlanğıcı nəzərən simmetrik olan y bərabərdir fx funksiyası üçün istənilən x-in qiyməti təyin olunduqda, deməli, əgər f-x-i yazdıqda, x-in yenə -x yazdıqda, mənfi qarşıya keçirsə, -f(x)-ə bərabər olursa, onda deyirik ki, bu tək funksiyadır. Məsələn, f(x) bərabərdir x kubu funksiyasına baxaq. -x-i yazırıq yerinə, x-in yerinə, oldu -x-in kubu, yəni mənfi qarşıya keçdi. Əvvəl belə idi, x kubu idi, oldu nə? -x kubu. Yəni, mənfi qarşıya keçdisə, deyirik ki, tək funksiyadır. Tək funksiya, baxın, koordinat başlanğıcı nəzərən simmetrik orada. Diqqətlə baxın, koordinat başlanğıcı nəzərən simmetrikdir. Bəzi tək funksiyalar bunları öyrənirsiniz. Baxın, x üstü 2 n plus 1. Məsələn, bir də n-ə qiymət verək bu birincidə. Tutaq 2 verirəm. Oldu nə? Y bərabərdir x üstü 2, 24, 5. Yəni, üstü təklər tək funksiyadır, o deməkdir. Sonra y bərabərdir k bölünsün x. Tək funksiyadır. Məsələn, k-nın yerində 2 yaza bilər, y bərabərdir 2 bölünsün x. Deyəcəksiniz ki, bu tək funksiyadır. Kök altında 2n plus 1, yəni tək dərəcədən köklər təkdir. Sinus x-dir, tangens x-dir, kotangens, tangens, yəni indi belə yazılır, tangens x. Bir də kotangens x. Yəni, bunlar da tək funksiyası, bunları da öyrənirsiniz. Y bərabərdir qeyd, 0 funksiyası həm təkdir, həm də cüt olan yeganə funksiyadır. Bizə sual verə bilərlər. Həm tək, həm də cüt olan yeganə funksiya hansıdır? Y bərabərdir 0.
Deməli, keçirik funksiyanın sıfırları. Funksiyanın sıfırları nədir? Yəni, funksiyanın sıfırları dedikdə biz f(x) bərabərdir 0 tənliyini həll edirik. Yəni, bu funksiyanın absis oxunu, yəni x oxunun kəsdiyi nöqtələr onun sıfırları adlanır. Məsələn, bizə verib ki, y bərabərdir x kvadrat çıxılsın 5x üstəgəl 6 funksiyasının sıfırlarını tapın. Bərabərdir 0 yazırsınız, y-in yerinə 0 yazırsınız, həll edirsiniz, köklərini tapırsınız. Həmin köklər sizin sıfırlarınız olur. O x oxu ilə kəsişdikdə, o x oxu ilə kəsişmə nöqtəsində y 0 olur. O y oxu ilə kəsişmə nöqtəsində x 0 olur. Bunu mütləq yadda saxlayın. Məsələn, misal verilir, funksiyasının koordinat oxları ilə kəsişmə nöqtələrini tapın. Nə deməkdir? Yəni, bir dəfə x oxu ilə kəsişəndə nə olacaq? Y 0 olacaq. Bir dəfə y-in yerinə 0 yazıb həll edirsiniz. Bir dəfə də x-in yerinə 0 yazıb həll edirsiniz. Bu belə. Y bərabər, sabit funksiya baxın, y bərabərdir c. Yəni, məsələn, hər hansı y bərabərdir 2, y bərabərdir -4. Yəni, bunlar sabitdir. Nəyə görə? Baxın, biz biraz əvvəl dedik ki, y oxuna simmetrik olan funksiyalar cüt funksiyalardır. Həqiqətən y oxuna simmetrikdir. Baxın, bir tərəf buradadır, bir tərəf buradadır. Həm də sabit funksiyadır. Yanında dəyişən yoxdur və qrafik necə olur? Məsələn, verir, y bərabərdir hər hansı 2. Götürürsünüz, y oxunda 2-ni qeyd elədiniz və belə x oxuna paralel çəkirsiniz. Və olur bu sabit funksiya. Harada yerləşir? Birinci və ikinci rübdə yerləşir. Təyin oblasti, yəni x-in ala biləcək qiymətlər bütün qiymətlərdir. Qiymətlər çoxluğu da nədirsə o, məsələn, y bərabər 7-dirsə, elə 7-nin özünü götürürsünüz. Sonra, burada da qeydlər verilib, deməli, birinci, ikinci rübdə yerləşir, s müsbət olsa, mənfi olsa, üçüncü, dördüncü rübdə yerləşir. Məsələn, y bərabərdə -2 olsa, aşağıda qeyd edirik, y-in mənfi hissəsində, -2-dir, burada düzdür, çəkdik, harada yerləşir? Üçüncü və dördüncü rübdə yerləşir. Y bərabərdə c düz xətdir. Bu da sabit funksiyadır, o da y oxuna paraleldir. Məsələn, verib ki, x bərabərdə 3-ü qrafikin çəkin, sabitdir. X oxunda qeyd edirsiniz, 1, 2, 3 qeyd elədik və hara çəkirik? Y oxuna paralel çəkirik. Bu da olur sabit funksiya. Düz mütənasib funksiya y bərabərdir kx şəklində olan funksiyaya deyilir. Burada k nədir? Bucaq əmsalıdır. Tək funksiyadır. Bəli. X-in ala biləcəyi qiymətlər bütün qiymətlərdir. Yəni, x həqiqətən də hər bir qiymət ala bilər, bir məhdudiyyət yoxdur. Qrafiki düz xətdir. Koordinat başlanğıcından keçir. K müsbət olanda artır, K mənfi olanda, yəni 0-dan kiçik olanda azalır. Bunu öyrənməliyik. K müsbət olanda 1 ilə 3-dən keçir. Baxın. K mənfi olanda 2 ilə 4-dən keçir. Bunlar öyrəniləcək bu qaydalar. Sonra xətti funksiyaya gəlir. Xətti funksiya y bərabərdir kx plus 1 şəklində olan funksiyaya xətti funksiya deyilir. K burada bucaq əmsalıdır. K-nın tapılma qaydasını, yəni K bucaq əmsalıdır burada. İndi burada bir nümunələrini göstərəcəm mən. K-nı tapmaq üçün əslində mən 8-ci sinifdə deməli, xətti bu funksiyalarla bağlı dərs izahında vermişdim izahı orada. Əsas da bucaq əmsalının təyini funksiyaya verilir, 2 dənə nöqtə verilir və biz onları tənliklər sistemi şəklində həll edib tapırıq. Yəni, düstur əzbərləməyinizə istəmərəm. Amma istəsəniz, yəni belə də öyrənə bilərsiniz düstur şəklində, düstur sevənlər. X, y koordinatlarımız verilibsə, K bucaq əmsalını tapmaq istəyirsinizsə, y2 çıxılsın y1 sürətdə, məxrəcdə x2 çıxılsın x1 yazıb həll edirsiniz. Yəni, K-nın bucaq əmsalı olduğunu tapırsınız və yaxud da ki, bizə nöqtələr verilir, məsələn, 2 ilə 3. Bir dənə də verilsin, -4-dən 5. Məsələn, nöqtələr verilib, düzdür, biri x1-dir. Biri y1-dir, biri x2-dir, biri də y2-dir. Ya bu düsturla tapacaqsınız K-nı, bucaq əmsalını, ya da ki, y bərabərdir kx plus b, yəni xətti funksiyada bu hər bir nöqtənin yerinə yazırsınız. 2 dənə burada 2 dəyişənli tənli alınır. Oradan sistemdən həll edərək K-nı tapırsınız və yaxud da b-ni tapa bilərsiniz. O şəkildə də eləyə bilərsiniz. Bu düsturla da tapa bilərsiniz bucaq əmsalını. Deməli, xətti funksiya haqqında gəlin baxaq. Təyin oblasti x bütün qiymətləri ala bilər, bəli. Qiymətlər çoxluğu y də bütün qiymətləri ala bilər. K müsbət olanda artandı, bəli. K mənfi olanda azalandı.
Yəni K müsbət olanda 1 və 3-dən keçir, K mənfi olanda 2 və 4-dən keçir. Amma burada nələrə diqqət edirsiniz? Nələrə diqqət edirsiniz? Baxın. Burada, məsələn, y bərabərdir 2x plus 4 qrafikini qurmaq istəyirəm. Əvvəlcə bu 4 var, müsbət 4. O B də düzdür, B-nin yerində dayanır. O B, Y oxunda qeyd olunur. Müsbət 4-ü qeyd edirsiniz, müsbət olduğuna görə. Və baxıram ki, K-mız müsbətdir. K böyükdə 0-dan. K müsbət olanda hardan keçir? O KX plus B, KX kimidir. KX-ə nə deyirdik? Y bərabərdir KX-ə. Deyirdik ki, K müsbət olanda 1 və 3-dən keçir. K mənfi olanda 2 və 4-dən keçir. Müsbət olduğuna görə 1 ilə 3-dən keçməlidir, keçib, amma 4-ün üstündən keçir. Onda bu hansı rübləri götürür? Birinci rüb, ikinci rüb və üçüncü rübü götürür. Onda 1, 2, 3 rübdən keçir. Yəni, təkcə 1, 3-dən keçmir də, burada ikinci rübü də götürür. O da nəyə görə? 4-dən yuxarı sürüşdüyünə görə. Məsələn, gəlin burada baxaq. Y bərabərdir 2x-ə baxın, koordinat başlanğıcından keçir. B 0-dır. B yoxdursa, koordinat başlanğıcından keçir. Eni o KX-dır da. Amma 2x minus 3-ə baxın, mənfi 3 harada qeyd elədi? Y oxunda qeyd elədi. O B var, B Y oxunun üzərində qeyd olunur. Qeyd edəndən sonra K-mız müsbət olduğuna görə 1, 3-dən keçidirik bu düz xətti və nə hansı rübü götürür? Yenə də 1, yox, bu başqadır, 1-i götürür, 2 heç, 3-ü götürür, bir də 4-ü götürür. Yəni 1, 3, 4 rüblərdən keçir. Gəldik K 0-dan kiçik olanda. Bir də burada nə var? Əgər bizim K-mız müsbətdirsə, deyir o x oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Bəli. Baxın diqqətlə. K-mız müsbətdir. 0-dan böyük olan düz xətt necə olur? Baxın bu şəkildə düzdür. Ya belə, ya belə, ya da belə. Onda iti bucaq əmələ gətirir. X oxunun müsbət istiqamətlə. Baxın, alfa balacadır da bu düzdür. Kiçikdir, iti bucaqdır da. Ona görə deyirik ki, iti bucaq əmələ gətirir. Amma K 0-dan kiçik olanda baxın bir dənə şəkilə. X oxuna baxın. X oxunun müsbət istiqamətlə baxın. Kör bucaqdır. Görürsünüz. Deməli, K-mız mənfi olanda o X oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Y bərabərdir K1 x üstə gəl B1 və Y bərabərdir K2 x üstə gəl B2 xətti funksiyalarının qarşılığı vəziyyəti. Qarşılığı vəziyyət haqqında danışaq. Deməli, K1 fərqlidir K2 olsa, K burada nədir? Bucaq əmsallardır, xətti funksiyadır. Birinci növbədə, əgər K-lar fərqli olarsa, onda qrafiklər bir nöqtədə kəsişir. Bizdən soruşa bilər, bir nöqtədə kəsişirlərsə, onda nə edəcəyik? K1 K2-dən fərqlidir olmalıdır. Sonra, qrafiklər perpendikulyar olarsa, onda K1 vurulsun K2 mənfi 1-ə bərabər olmalıdır. Əgər qrafiklər paraleldirsə, onda K-lar eyni olmalıdır, amma B-lər fərqli olmalıdır. Əgər qrafiklər üst-üstə düşərsə, onda K-lar da eyni olmalıdır, B-lər də eyni olmalıdır. Məsələn, Y bərabərdir 2x plus 4, bu da Y bərabərdir 2x plus 4. Yəni, eyni olmalıdır da. Aydındır. Tərs mütənasib funksiya. Y bərabərdir K bölünsün X şəklində olan funksiyaya tərs mütənasib funksiya deyilir. K fərqlidir 0-dan. Təbii ki, K 0 olsa, artıq o sabit bir funksiya olar. Və burada xassiyələrinə baxırıq. Deyir ki, X-in ala biləcəyi qiymətlər. DF, yəni X-in ala biləcəyi qiymətlər. Yəni, X fərqlidir 0-dan. Yəni, 0-dan başqa bütün qiymətlər ala bilər. O da nə deməkdir? Budur. Sonra, Y-in ala biləcəyi qiymətlər o da. Yəni, eyni məxrəcin, yəni fərqlidir 0 qiymətini həll edib yazırsınız. K 0-dan böyük olanda azalandır, K 0-dan kiçik olanda artandır. K müsbət olarsa artacaq, K kiçikdirsə, daha doğrusu K müsbətdirsə azalacaq, üzr istəyirəm, K 0-dan kiçik olarsa artacaq. Qrafik koordinat oxlarını kəsmir. Baxın, yəni bunun qrafiki budur. K müsbət olanda 1 ilə 3-dən keçir və bu şəkili çəkirsiniz. K 0-dan kiçik olsa, onda 2 ilə 4-dən keçir. Baxın. Görürsünüz, 2 ilə 4-dən keçir. Deməli, nümunələr də burada verilib. Və qrafik nümunələri. Məsələn, indi burada bir şey var da. Y bərabərdir K modulda x olarsa nə olacaq? Biz K bölünsün x-ə baxdıq, düzdür? Dedik ki, qrafiki nədir? Əgər K bölünsün x, K müsbətli olarsa, 0-dan böyük olarsa, 1-dən 3-dən keçir. Və nümunə də verir burada, baxın. Eyni zamanda K mənfidirsə, 2 ilə 4-dən keçir. Burada da nümunə verib. Amma gəldik nəyə? K bölünsün modul x olarsa.
Modul x olarsa onda qrafik necə olur? Birinci, ikinci növdən keçir, müsbət olarsa k. Amma mənfi olanda 3 ilə 4-dən keçir. Bunları yada saxlayın. Baxın, mənfi olanda k 3 və 4-dən keçir, müsbət olanda 1 ilə 2-dən keçir. Burada indi növbəti qaydaya baxın. Baxın, bu aşağıya baxın, nə yazıb burada? Yazıb, y bərabərdir k bölünsün, x-ü 2-yə. Yəni, n istənilən qiyməti verək, məsələn, 1 verək, 2 verək. Yəni, cüt olarsa, məsələn, y bərabərdir k bölünsün, x-ü 4 olsun. Cüt olarsa, o da yəni eyni qrafiki göstərir. Yəni, modul x, k bölünsün modul x-da necədirsə, burada da eyni qaydalar tətbiq olunur. Amma, bura baxsaq, bu qaydaya baxsaq, bunu silirəm. Deyir, y bərabərdir k, 2n plus 1, yəni tək olarsa, məsələn, y bərabərdir k bölünsün, ta ki, n-ə 1 verək, 2 vurulsun 1, üstəgəl bir x-ü 3 olarsa, y bərabərdir k bölünsün x kubu. Yəni, bu formada tək olarsa, x-in üstü tək olarsa, onda k müsbət olanda 1 ilə 3-dən keçəcək. Bunları yadda saxlayın. Kvadratik funksiya. Kvadratik funksiya ax kvadrat üstəgəl bx üstəgəl c şəklində olan funksiyaya deyilir. Burada x0, y0 parabolun təpə nöqtələridir. Parabolun təpə nöqtələrini tapmaq üçün, baxın, bu düsturu öyrənməlisiniz. x0 bərabərdir mənfi b bölünsün 2a, bir də y0 bərabərdir mənfi d, yəni diskriminant bölünsün 4a. Əgər y0 düsturu yadda saxlamaq istəmirsinizsə, x0 tapandan sonra x0-ın qiymətini tapdınız, məsələn 5, aparırsınız x-in yerinə 5 yazırsınız funksiyada, o da olur sizin y0-ımız. Yəni bizim x0, y0-ımız təpə nöqtəsinin koordinatlarıdır. Və belə qeyd olunur. Məsələn, qiymətləri tapırsınız, x0, y0 qeyd elədiniz, kvadratik olduğuna görə həmən o hissədən belə kvadratik funksiyanı çəkirsiniz. Əgər bizə bu şəkildə verilərsə, kvadratik funksiya, onda baxın, bu x çıxılsın m var, o x çıxılsın m bərabərdir 0-a bərabər edirsiniz, x bərabərdir o m, sizin olur təpə nöqtəmiz, yəni x0-ımız, n də bizim y0-ımız olur. M nədir? x0-ımızdır, bu da y0-ımızdır. Məsələn, baxın, belə bir şey verib, y bərabərdir, 2 vurulsun, x çıxılsın 3-ün kvadratı üstə gəl 5. Məsələn, belə bir misal verib, düzdür? Onda sizin təpə nöqtəmiz 3 və 5 olacaq. Yəni, bu hiss x minus 3 var, bu içəri hissə, onu siz 0-a bərabər edib yazırsınız, olur x0-ımız, amma bu y0 nədirsə odur. Olur bizim təpə nöqtələrimiz. İndi baxırıq nümunəyə. Məsələn, bir nümunə verib, y bərabərdir 3x kvadrat üstə gəl 12x üstə gəl 2. Burada biz təpə nöqtəsini tapanda x0 tapdıq mənfi 2, düzdür. Y0 aparıb, yəni düsturla eləməyib də, aparıb yerinə yazıb. Mənfi 2-ni aparıb x-in yerinə yazıb, olub mənfi 10. Təpə nöqtəsi nə oldu? Mənfi 2 və mənfi 10. Baxın, gəlin burada da nümunə ilə verib, mən də biraz əvvəl vermişdim bu nümunədən. Yəni, burada təpə nöqtəsinin bu şəkildə veriləndə kvadratik funksiya, təpə nöqtəsi mötərəzzənin içinin sıfıra çevrildiyi nöqtə nədir? 2, olur o x0, 1 də olur mənim y0-ım. Yəni, nədirsə buradakı olur y0. İşarəsinə, yəni, olduğu kimi qalır y0-ım. X-in ala biləcək qiymətlər df, yəni istənilən qiyməti x ala bilər. Burada nəyə diqqət edirsiniz? Əgər bizim a-mız 0-dan böyükdürsə, baxın, bu əsas qaydalardan biri. Əgər a 0-dan böyükdürsə, a müsbətdirsə, onda y0 tapırsınız, sizdən qiymətlər çoxluğunu soruşanda. Y0-dan müsbət sonsuzluğa yazırsınız. Amma a mənfi olanda, mənfi sonsuzluğuna y0 yazırsınız. Məsələn, gəlin bir nümunəyə baxaq. Bu qaydaya əsas nümunədir, baxın. Bizdən qiymətlər olmasını soruşur. Gedirik bunun y0-ını tapırıq. Baxın, tapıldı y0. Əvvəl x0-ını tapdı, sonra aparıb ifadədə yerinə yazdı, tapdı 7. Baxır indi a-ya. A nədir burada? A mənfi 2-dir. A 0-dan kiçikdir, düzdür. Onda necə yazmalıyıq? Mənfi sonsuzluqdan y0-a. O da yazdı mənfi sonsuzluqdan 7-yə qədər. Əgər a 0-dan böyük olsaydı, yazardı ki, 7-dən müsbət sonsuzluğa. Belə olardı. Kök altı ifadədə olsun, fərq yoxdur. Buradan x0 tapırıq. Tapdı mənfi b bölünsün 2 adı üstündən 2 apardı, yerinə yaz, tapdı ki. Baxır ki, a müsbətdir, müsbət olduğuna görə 2-dən müsbət sonsuzluğa yazdı. Sonra a 0-dan böyük olduqda indi bizdən x-ı soruşanda,
x-in qiymətlərini soruşanda onda nə edirik? Yəni bu nə deməkdir? Məsələn, tutaq ki bizim x0-ımız indi buna əsasən yazaq da 2 almışıq, düzdür? Qayda olaraq yəni əzbərləyəsək onu da bilərik. Nümunə ilə baxsaq aydın olacaq. Məsələn, bura x0 tapmışam 2 düzdür və bunu çəkirəm mən belə. Qrafikini çəkdim. İndi diqqətlə baxın. Məndən A sıfırdan böyük olanda baxıram ki, parabolun qolları yuxarıdır. Deməli ki, A müsbətdir. İndi diqqətlə baxın, 2-yə qədər bu mənfi sonsuzluqdan 2-yə qədər bu grafikin azalıb da, onda məndən azalır soruşun, ona görə bunu yazıb ki, mənfi sonsuzluqdan x0-a qədər, yəni mənfi sonsuzluqdan 2-yə qədər bu azalır. Amma 2-dən yuxarı parabolun qollarına baxın, 2-dən yuxarı olanda artır. Ona görə yazıb ki, x0-dan müsbət sonsuzluğa artır. Fikir verdiniz, nəyə görə oldu bu? İndi A sıfırdan kiçik olsa, əgər A sıfırdan kiçik olsa, indi onun da şəklini çəkəcəm. Məsələn, 2-ni yazdım bura, yazdım. Amma A sıfırdan kiçik mənfi olduğuna görə parabolun qolları üzü aşağıdır, düzdür? Onda mən belə yazıram da. İndi mənfi sonsuzluqdan 2-yə qədər parabola neyinib? Artıb, azalıb. Mənfi sonsuzluqdan 2-yə artıb da, bax, artıb bu əvvəl. Sonra neyinib? Düşüb aşağıya. Onda mənfi sonsuzluqdan 2-yə qədər, baxın, şəkildən görünür. Bu neyinib? Artıb da, baxın, parabola yuxarı gedir. Amma 2-dən sonsuzluğa parabola aşağı düşür. Onda bu azalıb. Ona görə deyir ki, A mənfi olanda, üz aşağı olanda parabolun qolları. Onda 2-dən müsbət sonsuzluğa azalacaq. Ona görə bu qayda buradan çıxır. Yəni, siz ədəd bu koordinat müstəvisində qeyd eləsəniz, oradan elə görünəcək. Yəni, qaydanı əzbərləməyə ehtiyac yoxdur. Buradan artıq şəkildən də görünür. X bərabərdir x0 xətti parabolanın simmetriya oxu adlanır. Bəli, x0 bizim simmetriya oxumuz adlanır. Misal üçün bizə sual verilir ki, parabolanın simmetriya oxunu tapın. Simmetriya oxu deyəndə biz artıq biləcəyik ki, x0 soruşur bizdən. Kvadratik funksiyanın qrafiki. Deməli, sonuncu hissədir artıq bu. Kvadratik funksiyanın qrafiki. Deyir ki, əgər A müsbətdir 0 olanda, A-mız müsbət olanda, diskriminant 0-dan böyük olanda bizim 2-dən kökümüz olurdu. x1, x2 onu bildirir. Yəni, 2 nöqtədə kəsilir funksiya. 0-lardır, x1, x2. Deyir, diskriminant 0 olarsa bizim x1-imiz x2-mizə bərabər olur. Bəli, köklər bir-birinə bərabərsə x1, x2, yeganə kökü vardı. O da nə vaxt olur? Diskriminant 0-a bərabər olanda. Amma diskriminant 0-dan kiçik olanda, yəni baxın, x oxun kəsmirdə yuxarıdadır. Yəni, bu bütün qiymətləri alır da. Yəni, burada artıq x bütün qiymətləri alır. Görün, nə deyir burada? Qaydaya baxın. Şəkildə də buradan görünür. Deməli, deyir ki, əgər A müsbətdir 0-dan, diskriminantın da mənfi olarsa, əgər səndə A müsbətdirsə kvadratik funksiyada, eyni zamanda diskriminantın mənfi çıxırsa, deməli, bu üçəddə həmişə müsbətdir. Həqiqətən, baxın, yuxarıdadır, x oxundan yuxarıdadır, düzdür, diskriminant 0-dan kiçikdir də, yəni kəsmir də x oxunu, yuxarıdadır. Bütün qiymətləri alır, həmişə müsbətdə. Ona görə də siz kvadratik üçədini həll eləyəndə görürsünüz ki, A müsbətdir. Diskriminantın mənfi çıxıb, artıq deyirsən ki, bu üçərli həmişə müsbətdir. Əgər deyir ki, A mənfi olarsa, baxın, deyir ki, A mənfi olarsa, diskriminant da mənfi olarsa, onda deyir ki, bu üçərli həmişə mənfidir. Məsələn, kvadratik funksiyada həll eləyirsən, görürsən ki, diskriminantın mənfi çıxdı. İndi baxırsan A-ya, görürsən ki, A mənfidir. Diskriminant da mənfidir. Deməli ki, bu həmişə mənfi ədəddir. Deməli, ax kvadrat üstəgə bx plus c funksiyasında ABC əmsallarının işarəsinin təyin olması. İndi parabolanın qolları üz yuxarıdırsa, biraz əvvəl dediyim kimi, deməli A müsbətdir. Parabolanın qolları aşağıdırsa, A mənfi olanda parabolanın qolları aşağı olur. İndi qrafikə görə A-nın və x0-ın işarəsi. Qrafikə görə necə təyin edirik biz A-nın və x0-ın işarəsini? x0-ın düsturunu yazırıq, düzdür? x0-a baxırıq. Görürük ki, x0 məsələn şəkildə baxın, burada. Görürük ki, x0 müsbət yerdədir. Onda deyirik ki, bizim x0-ımız müsbətdir. Tez bura müsbət yazırıq. Və baxırıq. B-də ki, y-oxun kəsən hissədir. Baxıram ki, məsələn, bu şəkildə elə. B-miz y-i müsbət yeri kəsib, düzdür? Mənim nəticəm müsbət olmalıdır da. Baxın, bu sol tərəf x0 müsbətdir. Sağ tərəfdə müsbəti verməlidir. Ondan mən A-ya mənfi deməliyəm ki, bu qarşıdakı mənfi ilə mənfi toqqaşanda, vurulanda bir-birinə sol tərəf, sağ tərəfi bərabər olsun şərləri. Onda deyirik ki, A mənfidir, B müsbətdir. X0-mızı şəkildən aydın olur ki, burada müsbət hissədə olduğuna görə
x0-ımız müsbətdir. Elə buradan da baxa bilərik. Baxın. Parabolun qolları aşağıda A sıfırdan kiçikdir. Bəli. Sonra C də sıfırdan böyükdür. Yəni C də burada Y oxunu kəsən hissədir. Baxın. Burada da yazılır. C-nin işarəsi qrafikin o Y oxunu kəsdiyi nöqtəyə görə müəyyən olunur. Gəldik. OX oxu boyunca sürüşmə. Bu nə deməkdir? Biz x kvadratını qrafikin bilirik ki, belədir. Amma bizə mötərizə daxilində x çıxılsın 3 verərsə, çıxma olanda sağa sürüşəcək 3 vahid. Onda həmən hissədən çəkirsiniz. Toplama olanda sola sürüşəcək. Müsbət yazanda mənfi yazıb orada qeyd edib qrafik çəkirsiniz. Yəni sola sürüşür. Mənfi olanda sağa sürüşür. Məsələn, Y oxu boyunca sürüşmə. Əgər normalda x kvadratı budur, düzdür. X kvadratının yanında plus 2, minus yazılarsa o ikincisi Y oxunu göstərir. Həmin o qiyməti baxın burada qeyd edirik. 2-ni qeyd elədik. 2 vahid yuxarı sürüşdü. Baxın burada mənfi 5. Artıq mənfi hissədə qeyd edirik. 5 vahid aşağı düşdü. Y bərabərdir kök altında x funksiyası. Kök altında x funksiyası baxın bu şəkildə olduğu kimidir. Burada təbii ki x-in alabiləcək qiymətlər sıfırdan sonsuzluğadır. Şəkildə, yəni biz bunu qaydasına baxmasaq belə düşünə bilirik ki, kökün altı sıfırdan böyük bərabər olmalıdır. Sıfırdan sonsuzluğa x qiymətlər alır. Eyni zamanda y də sıfırdan müsbət sonsuzluğa qiymətlər alır. Nə tək nə cütdür? Artandır. Funksiya koordinat başlanğıcına keçib, bəli. Və belə. Dərsimiz bu qədər. Sağ olun.